Paytaxt və region bazarlarında ev quşlarının qiymətində son günlər kəskin artım müşahidə olunur. Xüsusən də hind quşu və qazın qiymətində artım daha çox nəzərə çarpır. Satıcılar qiymət artımını 4-5 manat civarında göstərirlər. Hind quşunun qiymətində adətən yeni il ərəfəsində artım müşahidə olunur. Lakin bu il qiymətlərin artımı artıq indidən başlayıb. Rayonlarda son bir həftə ərzində hind quşunun 1 kiloqramının qiyməti 4-5 manat artıb. Satıcılar bildirirlər ki, iri buynuzlu heyvanlar arasında dabaq xəstəliyinin yayılması ev quşlarına tələbatı artırıb. Bu hal hind quşları ilə yanaşı qaz və ördəkdə də qiymətlərin yüksəlməsinə səbəb olub. Məsələn, hind quşunun qiyməti əvvəl 14 manat idisə, hazırda 16-20 manat arasında dəyişir. Qazın kiloqramı 13-15 manat aralığında olsa da, bəzi bazarlarda 18 manata dək qalxıb. Ördəyin kiloqramı isə 14-16 manat civarındadır. Satıcılar qeyd edirlər ki, yeni il qabağı qiymət artımı qaçılmazdı. Sevindli Akifoğlu, Samir Əliyev, Bugün TV.